Salam dostlar, bugün sizlərlə ev turu yapacağıq, amma evin içini digər yəni sonraki videoda evin içini düzəldəcəyik. İndi evin içi boşdur, sizə evi tanıtmaq istədim. Yəni içini göstərirəm indi. Bəzi şeylər də var içində. Amma tam düzəltməmişik. Bura bizim kuxunamızdır. Yəni mətbəximizdir. Biraz da oranı göstərdim sizə. Bəli, buranı indi biz qonaq otağı eləməyi düşünürük. Bura bizim yemək otağımızdır və digər göstərdiyimizdə ayaq göstərdiyim mətbəx idi. Burada isə bizim yemək otağımızdır. Bəli, burada bizim balkonumuzdur. Hə dostlar, burada bizim gördüyünüz kimi balkonumuzdur dedim. Və burada bizim havuzumuzdur. Havuz eləmişik bura. İndi çimirəm. Nəysə, çox uzatmayaq. Ev turumuza davam edək. Bəli dostlar, evimizdə balkon çoxdur. Bir də burada var. İndi biz buranı yataq otağı eləyəcəyik sıradakı videoda. Bura yataq otağı olacaq. Burada paltarlarımızı falan qoymaq üçündür. Dostlar, buranı da göstərim sizə. Orada da yatağımız var idi gördüyünüz kimi. Evimizdə 2 dənə qonaq otağı var. Birini də bura eləməyi düşündük və burada eləyəcəyik. Gəlin buralarda göstərim. Bu boş ərazi. Bəli, bayaqki kimi burada kuxunamızdır və yemək otağımız. Bizim bir dənə də gizli otağımız var. Onu tapsam sizə göstərəcəm. Çoxdan gizli otaqda yadımdan çıxıbdı. Çoxdandır göstərmirəm. Ona görə də sizə maalesef tapa bilmədim, amma digər videoda çalışacağam ki, sizə göstərim. Digər yadımdan çıxmasa da. Evimiz gördüyünüz üzrə çox böyükdür. Buranı da hələ bilmirik neyniyək. Və göstərmədiyim yer... tapdım. Baxın, burada bizim gizli yerimizdir. İndi görsənir hələ ki, biz orada görüşərik. Bye.